Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz 11-12-ci əsrlər Azərbaycan mədəniyyəti. Buna daha çox intibah mədəniyyəti deyilir Azərbaycan tarixində. Biraz intibah mədəniyyətindən danışaq. Bu zaman Azərbaycan mədəniyyəti öz tərəqqisinin zirvəsinə çatır. 11-12-ci əsrlər Azərbaycan mədəniyyətinin intibah dövrü sayılır, amma Avropada isə mədəniyyətin intibah dövrü 14-17-ci əsrlər sayılır. Yəni biz mədəniyyətimizin intibahını Avropadan daha tez yaşamışıq. Burada ən mühüm nailiyyət, intibah dövrünün ən mühüm nailiyyəti Türk dilinin vahid ünsiyyət vasitəsinə çevrilməsidir. Unutmayın. Azərbaycan mədəniyyətində intibah dövrünün ən böyük nailiyyəti Türk dilinin vahid ünsiyyət vasitəsinə çevrilməsidir. Biraz mütəfəkkirlərimizdən, alimlərimizdən danışaq. Məkki Əlbərdəyi, astronom alim. Bəhmənyar İbn Mərzban, filosofdur. İbn Sinanın tələbəsi olmuşdur. İbn Sina, onun haqqında bir sıra xatirələri var. O da bizə gəlib çatmışdır. Xətib Təbrizi. Xətib Təbrizi kimdir? Suriyada təhsil almış, Nizamiye mədrəsəsində 40 il çalışmışdır. Ədəbiyyatşünas, dilçi alim idi. Ömər Gəncəyi. Ömər Gəncəyi filosofdur, şairdir və dilçidir. Nizamiye mədrəsəsində təhsil alıb. Deməli, Xətib Təbrizi Nizamiye mədrəsəsində dərs deyib, Ömər Gəncəyi isə təhsil alıb, unutmayaq. Fazil Fəriddin Şirvani astronomdur, bir sıra ulduz cədvəllərini tərtib etmişdir. Qətran Təbrizi şairdir, dilçidir, 11-ci əsrdə yaşamış, yaratmışdır. Əsərləri tarix üçün mənbədir. Azərbaycan tarixi üçün mükəmməl mənbələr sayılır. Eynəlqüzzat Miyanəçi filosofdur. Ruhanilər tərəfindən 32 yaşında qətlə yetirilmişdir. Məhsəti Gəncəvi 1089-1183-cü illərdə yaşayıb yaratmışdır. Şairdir. Biz Məhsəti Gəncəvini rübailəri ilə tanıyırıq. Əfsələddin Xaqani Şirvani Azərbaycan ədəbiyyatında ilk poemanın müəllifidir. Məsud Davudoğlu kimdir? Qız Qalasının memarıdır. Nizami Gəncəvi 1141-1209-cu illərdə yaşayıb yaratmışdır. Ədəbiyyatın zirvəsi sayılır Nizami yaradıcılığı və Xəmsənin, yəni beşliyin müəllifidir. Əcəmi Əbubəkiroğlu mühəndislər şeyxi ləqəbini almışdır. Naxçıvan Memarlıq Məktəbinin əsasını qoymuşdur. Bir sıra memarlıq tikirləri ki var ki, onun mühəndisi Əcəmi Əbubəkiroğlu olub. İndi birazdan onların haqqında məlumat verəcəm. Naxçıvan memarlıq üslubunda tikilən memarlıq abidələri, Culfanın sərdabələri, Marağada Göy Günbəz türbəsi, dəyərli yoldaşlar, Culfada sərdabələr, Marağada Göy Günbəz türbəsi və Urmiyada Üç Günbəz türbəsi. Bunları unutmayaq. Naxçıvan memarlıq üslubunda inşa olunmuş abidələrdən söhbət gedir. İndi isə keçirik Memar Əcəminin Naxçıvanda inşa etdirdiyi, mühəndisi olduğu memarlıq abidələrinə. Yusif İbn Küseyir türbəsi, Möminə Xatun türbəsi, Qoşa Minarə, Cümə məscidi və Darülmülk, Eldənizlər sarayı. Bu 5 möhtəşəm tikili Memar Əcəminin rəhbərliyi ilə deməli inşa olunmuşdur. Bir qeydimiz var. Möminə Xatun türbəsini Memar Əcəmiyə sifariş verən Məhəmməd Cahan Pəhləvandır. Onun əmri ilə tikilmişdir. 12-ci əsr müdafiə tikilləri, dəyərli yoldaşlarım, müdafiə tikillərindən söhbət gedirsə, burada qalalardan söhbət gedir. Demək, Bakıda Qız Qalası, məşhur Qız Qalası. Biz gedirik onu, gəzirik, turistlər gəlir, görür. Bakıda Mərdəkan qalası həmçinin. Ağsu çayı sahilində Buğurt qalası və Şamaxıda Gülüstan qalası. Gülüstan qalası dəyərli yoldaşlar, Gülüstan türbəsi Şamaxıda deyil.
11-12-ci əsrlərin məscid, məqbərə kompleksləri. 11-12-ci əsrin məscid, məqbərə kompleksləri hansılardır? Bakıda Sımırqala məscidi 1078-1079-cu illərdə inşa olunub. Kimin əmri ilə? Bakı rəisi Məhəmmədin əmri ilə inşa olunub və dövrümüzə qədər gəlib çatıb. Ərdəbildə Cümə məscidi 11-ci əsr memarlıq nümunəsidir. Dövrümüzə qədər gəlib çatmışdır. Bir də Cufada Əlincəçay xanəgahı da bu məscid məqbərə komplekslərinə aiddir. Cufada Əlincəçay xanəgahı. Dəyərli yoldaşlar, 11-12-ci əsr Azərbaycan intibah mədəniyyəti haqqında məlumatlar bu qədər. İzləmədə qalın, davam edirik. Dəyərli yoldaşlar, paylaşmağı unutmayın. Mütləq paylaşın ki, yoldaşlarınız, ətrafdakılar, abituriyentlərimiz bu videolardan bəhrələnsin.